Salam. Gəlin bugün təqdim etdiyim mənbəni biraz dərindən analiz edək. Əlimizdə Mahmud Dustanın qələmə aldığı Milli Fahalların Acılıq Aksiyası adlı bir məqalə var. İlk baxışdan elə bil sadəcə həbsxanada baş verən bir etirazdan bəhs edir. Amma elə deyil. Oxuduqca görürsən ki, müəllif çox daha dərin bir məsələyə toxunur. Onun fikrincə, bu insanın öz bədəninin, yəni siyasi mübarizə üçün son döyüş meydanına çevrildiyi bir vəziyyətdir. Biz də bugün məhz bu fikrin arxasında nə dayandığını, bu insanların niyə belə bir addım attığını anlamağa çalışacağıq. Elə bu, həqiqətən də mövzunun, necə deyim, ürəyidir. Məqalənin son cümləsi var ki, əslində bütün söhbətimiz elə oradan başlamalıdır. Acılıq aksiyası siyasi məhbusun son silahıdır. Gəlin bir anlıq bu ifadənin üzərində dayanaq. Son silah. Yəni bu o deməkdir ki, bütün başqa yollar, bütün başqa vasitələr artıq tükənib. Söz, vəkil, məhkəmə, müraciət heç biri işə yaramayıb. Və insanın əlində mübarizə üçün öz bədənindən, öz canından başqa heç nə qalmayıb. Bu, çıxılmazlığın, belə deyim, ən son həddidir. Biz də bugün bu son silahın arxasındakı səbəbləri araşdıracağıq. Elə isə gəlin birbaşa o insanların vəziyyətindən başlayaq. Mənbədə Tehran həbsxanasında olan Vədud Əsədi və Tahir Nəqəvinin adları çəkilir. Məqalə yazılan vaxt onlar səhv etmirəmsə artıq 3 həftə idi ki, bu aksiyanı davam etdirirdilər. 3 həftə. 21 gün. Bəli, 21 gün. Bu, insan orqanizmi üçün artıq, yəni kritik bir həddir. Təsəvvür edirsən, bu sadəcə yeməkdən imtina deyil. Bu, hər gün bədəninin biraz daha əridiyini, enerjinin tükəndiyini hiss etməkdir. İnanılmaz bir psixoloji müharibədir həm də. Tamamilə. Və vəziyyəti daha da gərginləşdirən bir detal var ki, mənbə bunu xüsusi olaraq vurğuluyur. Onların səhhəti dəfələrlə pisləşib, həbsxananın tibb məntəqəsinə köçürülüblər. Amma ən vacib məqam budur. Müalicə üçün həbsxanadan kənar normal bir xəstəxanaya aparılmalarına icazə verilməyib. Bax, bu çox ciddi məqamdır. Əlbəttə, gəlin düşünək, bu nə deməkdir? Sadəcə bir bürokratik əngəldir. Müəllifin yanaşmasına görə qətiyyən yox. Bu, şuurlu bir təzyiq vasitəsidir. Yəni, sistem onlara sanki deyir ki, sənin həyatın bizim əlimizdədir. Aksiyanı dayandırmasan, elə burada gözümüzün qabağında yavaş-yavaş məhv olacaqsan. Və bu, birbaşa onların iradəsini qırmaq üçün bir strategiyadır. Həm də onları xarici dünyadan tamamilə təcrid etmək. Çünki kənar bir xəstəxanaya aparılsalar, bəlkə də müstəqil həkimlər onların vəziyyətini sənədləşdirə bilərdi. Bəlkə də. Məlumat yayılardı. Bəli, məlumat sızardı. Amma həbsxana içində onlar tam nəzarət altındadılar. Yəni onların bədəni üzərindəki nəzarət, həm də onlar haqqındakı informasiya üzərindəki nəzarət deməkdir. Dəqiq olaraq. Və bu təcrid, bu təzyiq qarşısında başqa bir hadisə baş verir ki, bütün dinamikanı dəyişir. Həmrəylik. Mənbə qeyd edir ki, bu etiraz dalğası təkcə o 2 nəfərlə məhdudlaşmır. Digər fəallar Əbdüləziz Əzimi Qədim, Mahmud Ocaqlı və Ayaz Seyfxatda bir bəyanat yayaraq aksiyaya qoşulurlar. Aha. Bax, bu çox vacib bir nöqtədir. Bu göstərir ki, Vədud Əsədi və Tahir Nəqəvi tək deyil. Onların etirazı fərdi bir qərar deyil, daha geniş bir hərəkatın mövqeyidir. Kənardakılar içərdəkilərin səsinə səs verirlər. Mənbədəki o bəyanatdan bir cümlə diqqətimi çəkdi. Deyirlər ki, məsul şəxslər dostlarımızın hüquqları, təbii və qanuni istəklərinə cavab vermirlər. Təbii və qanuni istəklər. Bu ifadə seçimi təsadüfi deyil eləmə. Qətiyyən. Yəni onlar siyasi tələblər demirlər. Vurğulamaq istəyirlər ki, istədikləri şey onsuz da hər bir insanın sahib olmalı olduğu fundamental hüquqlardır. Bəli, bax bu çox incə bir nüansdır və mübarizənin mahiyyətini göstərir. Onlar özlərini radikal, qanunsuz bir qrup kimi yox, əksinə pozulmuş qanunların və hüquqların bərpasını istəyən tərəf kimi təqdim edirlər. Bu arqumenti onların xeyrinə dəyişir. Beləcə demək istəyirlər ki, qanunsuzluq edən biz deyilik, bizim təbii və qanuni istəklərimizi rədd edən sistemin özüdür. Yaxşı, bu məni əsas suala gətirir. Bəs bu təbii və qanuni istəklər konkret olaraq nələrdir? Yəni onlar niyə bu həbsxanadadırlar və nəyə etiraz edirlər? Məqalədə deyilir ki, əsas etirazları məhkəmə proseslərinin ədalətsizliyinə və Təhlükəsizlik Nazirliyinin onlara qarşı apardığı qara yaxma kampaniyasına qarşıdır.
qara yaxma. Bu ifadənin özü çox şey deyir. Onlar sadəcə həbs edilməyib, həm də ləkələniblər. Bəli. Və mənbə bu qara yaxmanın nədən ibarət olduğunu da çox aydın şəkildə ortaya qoyur. İttihamlara baxaq. Milli təhlükəsizliyə qarşı əlbir olmaq, hökumətə qarşı təbliğat aparmaq və ən ağırı casusluq. Casusluq. Bəli, casusluq. Gəlin bu ittihamların ağırlığını anlayaq. Bunlar adi cinayət əməlləri deyil axı. Casusluq birbaşa vətənə xəyanət damğasıdır. Milli təhlükəsizliyə qarşı əlbir olmaqsa, səni dövlət düşməni elan edir. Mənbənin müəllifinə görə bu ittihamların məqsədi, yəni bu insanların fəaliyyətini tamamilə qeyri-legitim, xain bir fəaliyyət kimi təqdim etməkdir. Bax, bu nöqtədə mənbənin müəllifi çox sərt bir mövqe nümayiş etdirir. O, bu ittihamları heç bir tərəddüd etmədən saxta və qeyri-həqiqi adlandırır. Amma bir dəqiqə dayanaq, kənardan baxan biri üçün casusluq çox ciddi bir ittihamdır. Müəllif bu ittihamların tamamilə uydurma olduğunu necə əsaslandırır? Onun argumenti nədir? Çox yaxşı sualdır və bu bizi məsələnin kökünə aparır. Müəllifin argumenti budur ki, bu ittihamlarla fəalların əsl fəaliyyəti arasında heç bir məntiqi əlaqə yoxdur. Məqalədə deyilir ki, bu insanlar əslində milli mədəni fəaliyyətlə məşğul olublar. Yəni ana dili, tarix, mədəni irs kimi məsələlər. Bəli, tam olaraq. Və müəllifə görə problem də məhz buradadır. Sistem bu fəaliyyətləri cəzalandırmaq istəyir, amma ana dilini tədris etdiyinə görə həbs olundu, demək yaxşı səslənmir. Ona görə də bu fəaliyyətləri pərdələmək üçün casusluq kimi qorxunc ittihamlar uydurulur. Yəni, ittihamlar əsl səbəbi gizlədən bir maskadır. Və məhkəmə zalı da artıq siyasi bir səhnəyə çevrilir. Mənbənin demək istədiyi budur. İndi aydın olur, bu mübarizəni hüquqi müstəvidən çıxarıb birbaşa siyasi müstəviyə daşıyır və bu, müəllifin daha geniş bir kontekstə keçməsi üçün bir körpü rolunu oynayır. Məqalədə bir cümlə var ki, məncə bütün bu söhbətin açarıdır. Müəllif yazır, bir milləti aradan aparmaq üçün öncə o millətin dilini, tarixini, tarixi şəxsiyyətlərini və yeraltı yerüstü təbii sərvətlərini aradan aparırlar. Bu çox güclü bir iddiadır. Yəni, bu həbslər təsadüfi deyil. Bəli, bu cümlə müəllifin bütün hadisələrə hansı prizmadan baxdığını tamamilə ortaya qoyur. Onun üçün Vədud Əsədinin həbsi sadəcə bir insanın azadlığının məhdudlaşdırılması deyil, bu daha böyük, daha sistematik bir prosesin mədəni və milli kimliyin sıxışdırılması siyasətinin bir parçasıdır. Məqalədə də deyilir ki, fəallar məhz bu bir tərəfli siyasətə qarşı ard-arda etiraz ediblər. Müəllifin baxışına görə onların əsl cinayəti də elə budur. Yəni, sən demək istəyirsən ki, müəllifə görə burada bir anlayışların dəyişdirilməsi prosesi gedir. Mədəni hüquqların müdafiəsi bərabərdir separatçılıq. Tarixinə sahib çıxmaq bərabərdir dövlətə qarşı təbliğat. Ana dilini tələb etmək bərabərdir casusluq. Elədir. Bu məntiqlə fəaliyyətlə onlara verilən qiymət arasında dərin bir uçurum yaranır. Və acılıq aksiyası da məhz bu uçuruma bir reaksiyadır. Sanki deyirlər ki, əgər siz bizim kim olduğumuzu təhrif edirsinizsə, biz də öz bədənimizlə sizə cavab veririk. Dəqiq olaraq. Və bu müqavimətin mənəvi tərəfi müəllif üçün çox vacibdir. Məqalədə bir ifadə var, həbsxanadakı fəalların birliyini və quldur hakimlərə qarşı müqavimətini Güney Azərbaycanın milli hərəkatında ən böyük sevinc və təqdirə layiq bir hal kimi dəyərləndirir. Bir dəqiqə. Sevinç və təqdirə layiq bir hal. Bəli. Bu ilk baxışda çox qəribə səslənir. İnsanların əzab çəkməsində seviniləcək nə ola bilər ki? Düzdür, ziddiyyətli görünə bilər, amma yəqin ki, müəllifin burada demək istədiyi başqa bir şeydir. Sevinç onların əzab çəkməsinə deyil, onların bu əzab qarşısında sınmamasına, iradələrini qorumalarınadır. Aha, yəni mənəvi bir zəfər kimi. Tamamilə doğrudur. Bu, mənəvi bir zəfərdir. Sistem onların bədənlərini həbs edə bilər, amma onların ideallarını, mübarizə ruhunu həbs edə bilməyib. Bu göstərir ki, təzyiqlərə baxmayaraq hərəkatın mənəvi onurğası sağlamdır. Acılıq aksiyası bədəni zəiflədir, amma müəllifə görə ruhu gücləndirir. Sevinç məhz bu mənəvi gücdən qaynaqlanır. Beləliklə, gəl bütün bu parçaları birləşdirək. Bu mənbəyə əsaslanaraq biz ilk növbədə öz həyatlarını riskə atan bir qrup insanın hekayəsini görürük. Onlar ədalətsiz olduğunu düşündükləri məhkəmələrə, saxta hesab etdikləri ittihamlara qarşı ən radikal etiraz formasına əl atıblar. Səhhətləri pisləşir, tibbi yardımdan məhrum edilirlər, amma təslim olmurlar. Bu,
hadisənin görünən tərəfidir. Bəli, bu Ayfdəqin görünən hissəsidir. Amma mənbənin müəllifi bizi suyun altına, daha dərinə baxmağa məcbur edir. O, bu fərdi taciyyələri birləşdirərək daha böyük bir mübarizənin tablosunu çəkir. Onun üçün Vədud Əsədi və ya Tahir Nəqəvi sadəcə fərdlər deyil. Onlar bir millətin dili, tarixi, kimliyi uğrunda gedən mübarizənin canlı simvollarıdır. Onların acılığı müəllifin prizmasından baxanda susturulmağa çalışılan bir xalqın səssiz fəryadıdır. Və bu da bizi söhbətimizin əvvəlinə, o kilit cümləyə qaytarır. Acılıq aksiyası siyasi məhbusun son silahıdır. Bütün bu müzakirələrdən sonra sizin üçün bir düşüncə toxumu buraxmaq istərdik. Bir insanın öz səsini dünyaya çatdırmaq üçün yeganə yolunun öz bədənini fəda etmək olduğu bir vəziyyət, cəmiyyət haqqında, ədalət sistemi haqqında bizə nə deyir? Bir mesaja çevirirsə, o mesajın əsl gücü nədədir? İnsanın özünü fiziki olaraq məhv etmək bahasına göndərdiyi bu səssiz etiraz əslində kimə qarşı tuşlanıb? Yalnız onu həbs edən hakimə, sistemə mi? Yoxsa bu son silah eyni zamanda laqeyd qalan bütün dünyaya, bizim hər birimizin vicdanına doğru tuşlanmış bir silahdır? Mənbə bu suallara cavab vermir, amma sizi bu suallar üzərində düşünməyə vadar edir.